Çox asan, ləzzətli, qozlu tort hazırlayaq. Yumuşaq pambıq kimi. Baxın. Tez hazırlanır, ləzzətlidir, məsləhətlidir. 6 yumurtanın ağını sarısından ayıraq. Ərzaqları videonun altında həmişə kimi yazacağım. Bir çimdik duz əlavə edib yumurtanın ağını çalaq. Ağardıqdan sonra üzərinə hissə şəkər əlavə edək. Yenə də çalaq. Sonda baxın bu cürə qatılıq əldə edirik. Şəkərin hamısını əlavə elədik. İndi yumurtanın sarısını bir-bir əlavə edib çalırıq. Bu vaxt qarışığımız birazcık daha yumuşaq olacaq. Yəni durulacaq. Sarısını əlavə edərkən heç olmasa 2-3 dəqiqə vaxtınız gedəcək. Çaldığımız yumurtanın həcmi qabı doldurdu demək olar ki. İndi duruluğunu göstərəcəyim sizə. Baxın, bu cürə axıcı olacaq. İndi ələkdən keçirdiyimiz unun üzərinə şəkərli vanil bir paket. Bir çay qaşığı qabartma tozu. Bir stəkan üyüdülmüş qoz əlavə edib yaxşıca qarışdırırıq. 2 xörək qaşığı dolusu xama əlavə edirik, qarışdırırıq. İndi üzərinə hissə unu əlavə edək və qarışdıraq. Qarışığımız sönməyəcək. Çünki içərisində qabartma tozu var, amma yenə də ehtiyatla qarışdıraq. Xurmanızı qabaqcadan hazırlayın. Yaxşıca qarışdırdıqdan sonra hazırladığımız qabımıza boşaldırıq. Mənim qabımın diametri 24 cm-dir. Üstünü hamarlayaq. 1-2 dəfə masanın üstünə vuraq ki, tən ortası qalxmasın. Və əvvəlcədən 150-160 dərəcəyə qızdırdığım sobaya yerləşdirək. Baxın, bişdi. Bir gecə soyudu. Sabahsı günü açdım və baxın 3 yerə bölmüşəm. İndi kremləyəcəm. Həmin günü də bunu eləyə bilərsiniz. Mən qabaqcadan eləmişdim. İndi qatılaşdırılmış süt götürürəm. Gördüğünüz kimi pişmiş, qatılaşdırılmış sütdür. Bunu biraz çalaq. Üzərinə xama əlavə edirəm hissə, yenə çalıram. Burada əsas odur ki, ikisi də eyni temperaturda olsun. Əlbəttə ki, xamanı yağla və ya qaymaqla da əvəz edə bilərsiniz. Hissə əlavə edib çaldıq. İstəyə görə burada vanil əlavə edə bilərsiniz. Mən əlavə etmədim. Kremimiz artıq hazırdır. Tortumuzu yığa bilərik. Tortu əgər həmin günü hazırlayırsınızsa, ona deməli propitka lazım deyil. Yox, əgər 1-2 gün saxlayıb daha sonra yığırsınızsa,
kremləyirsinizsə, onda propitkanı hazırlayın. Mən saxladığım üçün propitkalayıram. Baxın. Propitkanı istədiyiniz deməli su, süd və ya şəkər qarışığı ilə eləyə bilərsiniz. Mən suya şəkər qatmışdım. Propitkaladıqdan sonra bir xörək qaşığı kakaonu əliyirəm korjun üstünə, sonra kremi əlavə edirəm, daha sonra sıralayıram. Yenə də propitka, kakao və krem. Sonuncuya kakao əlavə etmirik. Üstündən biraz basaq və son qatın kremini yayaq. Üzərindən əvvəlcədən rəndələdiyim qozun sürəm. İstəsəz qozları diri-diri doğrayıb əlavə edə bilərsiniz. Və o dəqiqədə kəsib göstərmək istəyirəm ki, baxın, heç saxlamadan da onu yemək olar. Çox yumuşaq, çox ləzzətli və baxın, görüntüsü də xoşa gələndir. Şərqiyə xanımdan bugünlük bu qədər. Hamınıza can sağlığı, ruzq bərəkət arzulayıram. Gələn videolarda görüşmək üzrə. Xudahafiz.